Amerika Birləşmiş Ştatlarının Miami şəhərində Dollar Tree adlı mağazalar şəbəkəsinin filiallarının birinin dondurucu kamerasında qadın meyidi tapılıb. Hüquq mühafizə orqanlarının müəyyənləşdirdiyinə görə ölən şəxs 32 yaşlı Elen Maciel Garay Sanchez olub. Onun cansız bədəni səhər saatlarında mağaza açılışı hazırlanarkən növbədə olan işçilər tərəfindən tapılıb. Dərhal mağaza əməkdaşları polisə məlumat veriblər. İstintaq müəyyən edib ki, qadın əvvəlki axşam mağazaya bağlanışa az qalmış daxil olub. O heç bir alış-veriş etməyib və dərhal binanın arxa hissəsində yerləşən soyuducunun olduğu xidməti zonaya yönəlib. İlkin məlumatlara görə Sanchez qəsdən orada gizlənib və bütün gecəni içəridə qalıb. Hazırda hadisənin baş vermə şəraiti araşdırılır. Detektivlər həlak olan qadının qohumları və tanışları ilə söhbətlər apararaq onun bu cür davranışının mümkün səbəblərini aydınlaşdırmağa çalışırlar. Hadisədə rol oynamış ola biləcək psixi sağlamlıq problemləri versiyasına xüsusi diqqət yetirilir. Ölümün dəqiq səbəbləri məhkəmə tibbi ekspertizası aparıldıqdan sonra müəyyən ediləcək. Araşdırma davam etdirilir.